Наливай чай, ханчик, чаю вместо крепкого vina. Azərbaycanda çay mədəniyyəti illərdir gündəlik həyatın bir parçasıdır. Qonaqlıqda, söhbətlərdə və iş fasiləsində belə ilk vaxt çox seçim çay olur. Ancaq indi paytaxtda bir stəkan çay içmək əvvəlki qədər rahat deyil. Belə ki, bir çox məkanlarda müştəriyə ayrıca çay yox, daha bahalı çay dəstgahları təqdim olunur. Bu isə həm seçimi məhdudlaşdırır, həm də xərcləri artırır. Bəs görəsən, sakinlər bu vəziyyəti necə qiymətləndirirlər? 60 manatlıq da olur, 70 manatlıq da olur. Yəni baxanda indiki duruma bahadır. Bir çay yanında az bir şeylə baha qiymət əlbəttə heç kimi qane etməz, nəinki məni. Yanında biraz varina, ləpə filan qoyanda hətta 80-100, yəni o civarda çıxır. Ən ucuzu 3 manatdır. Deyirsən məsəl ki, mənə bir çaynik çay, deyir çay ancaq biz vermirik. Onun yanında gələ nə bilim şirniyyət zad da alasan. Çay 3 manatdırsa yanına da gətirib 5-6 manatlıq bir şey qoyur. Bir stəkan çay içəcəksən, başa gələcək 10 manata sənə. Çay dəzgahları yüksək qiyməti olur 50 manat, 60 manata. Ünvana görə dəyişir. Məsələn, o seti biz başqa bir yerdə 30 manata da ala bilərik. Eyni yer olan keçidlər elə var ki, məsələn 15 manat, elə yerlərdə var ki 20-25 manat məbləğində təşkil edir. Ən ucuzu rast gəldiyimiz maksimum 15 manat olub. Paytaxt restoranlarında çayın qiyməti və təqdimat forması isə məkandan məkana fərqlənir. Bəzi yerlərdə çay sadəcə fincanla təqdim olunur, digərlərində isə xüsusi dəstgah və ya sadəcə çayniklə təklif edilir. Qiymətlər də həm ölçüyə, həm də xidmət səviyyəsinə görə dəyişir. Mövzu ilə bağlı müxtəlif restoranlarda apardığımız sorğular zamanı bu fərqlilikləri daha aydın gördük. Balaca çaynik 6 manatdır, 2 çaşqalıdır. Böyük çaynikdən 4 çaşqalıdır. O da 12 manatdır. Dəstgahımız yoxdur. Çayımız var. 9 manatdır çayımız. 35 manat tamam faiz biz haqqında. Burada təqdim olunur çay dəstgahı? Çay dəstgahı. Adi çay olur? Adi çay var. 8-10-12 manat arasında dəyişir. 2 nəfərlik 30 manatdır xanım. 4 nəfərlik çay dəstgahı isə 59 manatdır. Qiymətlərlə yenidən maraqlanmaq üçün paytaxtdakı restoranlarla onlayn şəkildə də əlaqə saxladıq. Bildirildi ki, sadə çayların qiyməti 14-18 manat civarında, standart çay dəstgahlarının qiyməti isə 25-70 manat arasında dəyişir. Hətta könlü çay istəyənin cibində yemək yeməyə də pul olmalıdır deyənlər də oldu. Bizdə ümumiyyətlə baxın, belə gəldi ki, biz çay içmək istəyirik, elə qəbul eləmir qonağı. Çay ancaq yeməkdən sonra. Hər konkret çay içməyə gəlir, tutaq 3 nəfər, 4 nəfər. 3-4 nəfərə gəlir çay içəndə, heç olmasa 30 manatdır. Çay dəstgahı 4 nəfəri 50 manatdır. Ləbləbidir, mürəbbələrdir, şirniyyatlardır və limitsiz çay. 2 nəfəri də 40-dır, 4 nəfəri də 60. Quru meyvə falan 6 çeşid veririk. 2 çeşid mürəbbələr veririk. Sonra çaynik tamamen samavar çayda, yəni şəkər havası verilir. Tək samavar və üstün dəmlən bir yerdə, qəndi və limon olur yanında. Bu 30 manatdır. Bir də bizdə var 65 manata. Ümumi 4 nəfərlik çay dəstgahıdır. Mürəbbə, qovrulmuş qarışıq çərəzdə, mini şirniyyatlar balada 6-7 ədəd, ya 5 ədəd qramajına görə dəyişir, növünə görə dəyişir. 2 ədəd milli paxlava və bir dənə də riska şokolad. Bir də xüsusi çaylarımız var, hansı ki dağ çiçəklərindəndir. Bunların da çayınki 12-dən başlayır, gedir 16 manata qədər. Çaynik 5-6 nəfərlik nəzərdə tutulub 10 manatdır, amma standart çay dəstgahları 25 manatdan başlayır, 70 manata qədər. Bəs bu qədər baha olmasının səbəbi nə ilə bağlıdır? Baha deyil, yəni restoran bazarına baxanda 25 manata çay dəstgahını normaldır. Çünki sadə çaynik belə 10 manatdırsa, yəni 25 manatlıq daha sərfəlidir. Mövzu ilə bağlı danışan iqtisadçı ekspert Xalid Kərimli bildirdi ki, bu yanaşma qiymət fərqləndirmə strategiyasının bir hissəsidir. Onun sözlərinə görə qiymətlərin artması təkcə çayın maya dəyərini deyil, həm də xidmət, məkanın istifadəsi və əməliyyat xərclərini əks etdirir. Baha olmasının əsas bir neçə səbəbi var. Mərkəzi yerlərdə sahibkarların xərcləri yüksək olur və bu xərcləri də qiymətlərin üzərində formalaşdıraraq təbii ki, həmin o masadakı müştərilərə ötürməlidirlər. İkinci əsas məsələ burada tələb təklif balansıdır. Təqdim təyin edilən qiymətlər əgər bazarda arzı qabiliyyətinə uyğundursa, yəni sahibkar bunu da test edir, təyin etdiyi qiymətlərlə müştəri davranışı müqayisə edir. Üçüncü burada əsas məsələ çay dəstgahının yanında təqdim
təqdim edilən əlavə məhsullarla bağlıdır. Həmin obyektlərdən istifadə edən turistlərin gəlirləri də onların ödəmə qabiliyyəti də qiymətin formalaşmasına təsir göstərən amildir. Növbəti səbəb bu təkcə bir say dəstgahı kimi yox, o təqdimat, mühit, xidmət keyfiyyətini də bura əlavə edə bilərik. Çünki bu mühiti, təqdimatı müəyyənləşdirmək üçün, həyata keçirmək üçün restoranlar həm ilkin investisiyalara əhəmiyyətli xərc qoyublar. Görünən odur ki, paytaxtda çay artıq sadəcə içki statusundan çıxıb. Artıq ürəyimiz yananda tək susuzluğumuzu yox, həm də pulqabımızı nəzərə almalı olacağıq. Ürəyimiz yananda çay. Aytən Verdiyeva, Vüsal Bayramov, Xaliq Babayev, Nuray Qədirli, APA TV.